Şamil edirəm keçən günlərimizdə gün çatmaq, bu günlərimizdə. Qabaqlar, gədə uşaqlarımız. Öydədir. Dedi, sən gəlməyəcən günortaya yemək pişirir. Amma gəlib də kisəyə görə ki, həqiqi də xəstəyəm. İşimini gücümdən yapışlar. Belə işlər. İndi yox, görəcək gəl. Gəlirlər evimizin yadımız, indi yoxdur. Yox, hamısı Allah canlara can sağlıq versin, nətər yox. Bağırova Kamilə. Kamilə xanım, əvvəllər qonşular arasında münasibətləriniz necədir sizin? Hansı adət-ənənələriniz vardı? Necə bir-birinizə kömək edib dəstək olurdunuz? Bunlarla bağlı zəhmət olmasa. Əla, gözəl xüsusiyyətlərimiz var idi. Bir-birlərinə gedirdik, gəlirdik də. Uşaqlarımızı da bir-birimizin evində qoyurduq, gəlirdik. Köməklik də eləyirdilər, yaxşı. Hamısı əla. Ev tikəndə evlərində kömək eləyənlər də olurdu. Kərpiz kəsirdilər, eləyirdilər, təndir çörəyi pişirirdilər həyətlərdə məsələn. Çağırırdılar, verirdilər, deyirdilər, iyi gəlir. Danımıdsan evə göndərirdilər, elə vaxtı Allah haqqı. Olub elənçi şeylər hamısı, laf əla. Amma indi yoxdur, yox, indi ölgünən öyündə xəbər yoxdur. Bir də insan gəlib soruşmuş ki, halın nətərdir, Allah haqqı. Niyə beləncə qonşular arasında belə sərinlik yaranır? Bilmirəm, nə bilim. O qədər ağlayıram ki, yadıma sallam, Allah haqqı. Elə gözəl insanlar olub ki, gedib həyatdan hal olardı. Ama o da mümkün olmayacak. Biz baş verən əhvalatlar qonşuluqda. Mesela qonşuluqda əvvəllər necə idi? Yığılırdılar, otururdular. Ondan sonra tüm alan kim, marujunu alan kim, məhkəmə yetimləri içində pay alırdılar, gələcəyə. Bu cürə, bunlar da eləçi olublar. Vallahi. Neçə ildir bunu edirsiniz? Elə gözəldir. Bizim burada yeşimdə qaysı ağacımız var idi, onun altında təndir var idi. Mən üzüm orada çörək pişirmişəm. Qayınca bura gəlindən sonra üzüm... Sultanova Bağdagül, Hadı qızı, özüm Səlyan rayonunda anadan olmuşam. İntihası bura 70-ci illərdə bura gəlmişəm. Qabaqları gedərdi, o uşağı mən saxılardım, mən uşağımı o saxılardı. Valla o qədər bunun uşaqları məktəbidən gəlib, ayağı suyun içində. Corablar demişəm, Talih, Ramil, gəlin yuxarı, ana qurban. Almışam qazın qırağına, corablarını yumuşam, sərmişəm, Biskan çayından vermişəm. Hannanın anası yadı gəlib, o cür olmuşuq. Qazanlarımız bir, yer gələndə olmayanda gedim, mən onun qazanından, o mənim qazanımdan. Bu cürə olmuşuq, amma indi yoxdur. Soğuqluqdur, insanlar elbsən dəyişilib. Zamanədəndir, neydəndir, bu müharibədəndir, ermənilər Allah qənim olsun. Onlar elədir, ya nəysə, belənçik. İndi elə gənə bu dəxə neçə ildir budur, Kamilərlə, Allah anası mənim uşaqlarımın müəllimi olub. Bağçada uşaqlarımı saxlayıb. Lətifdir, bu da qardaş kimi. Səsim çıxsağın gəlib, onun səsi çıxsağın mən gedmişəm. Adə çörək pişirərdik qabaq həyətdə, təndir qurardıq, çörək. Aparıb qoşuya, az gələ iyi gəlir, neysən yox. Heç bilinmir, məsələn, çörək pişirmişəm. Qonşudur bu da burada, məsələn, Allah rəhmət etsin, Mənsur Gül. Bir də gəlin qoydu getdi, aslında nədir o, iyi gəlir. Beləcə olmuşuq bir-birimizdə, həmişə mehribançılıq olub. Toylarımız olub, gedib valla işləmişik. Toylarında belə qabların yumuşuq, silmişik, süpürmüşük, təmizləmişik, gəlmişik. Bu cürə vəziyyətlərimiz olub. Özümüzü çəkə-eləyən yox. İndi biraz mən yaşlanmışam, ona görə mənə sağ olsunlar, hörmət edirlər, deyirlər, sən otur özümüz eləyəcək. Bu cürə vəziyyətlərim meyvədir. Lətif həyətdə həmişə meyvələrindən mənə verib. Bağda qul gələ. Burada yaxşı qonşularımız var idi, gələ. Bu cürə olmuşuq. İndi heç bilmirsə kimin meyvəsi açan yetişdi, açan qutarda açan yedi. Bu cürə. Gediş-gəliş olmadığına. Hamısı gediş-gəliş olmadığına. Həm də heç adam da qalmayıb baxan dəvərimizə. Çıxıram küçüdə bir də adam tapmıram. Valla burada biri var idi, gedib onunla mən qalırdıq. Oğlu əskərlikdə idi. Kiçik oğlum deyirdim, amma mən qalmıram. O qədər otururduq ki, saat 12-cə bir uşaq yuxu tutardı, qalardı onun yanında. Gələrdi evə, çəyər bir də qurub ağlaya-ağlaya gəlir. Özüm qabaq iğnə vurardım. Gecə 4-də, 3-də. Mən oğlum xəstə olub, anadan gəlinmə, böyük oğlum. Rəhmətə gedib, Allah ölənlərə rəhmət eləsin. Allah nəvələrimə can sağlığı versin. Gedmişəm, məsələn, iğnə vurmuşam, təmənnasız.
Özü onda o dəmir qutuda qaynadırdım hamısının içində iş üzrə iqlaları ki, mikrob keçməsin. O cürə pul nədir? İndi yox, indi alırlar. İndi tay yoxdur. İnsanlar nə kasıbçılıqdandır, ondan sonra vəziyyət ağırdı ondandır. Elə onda da elə kasıb idik da, gəl də baxma. Bu cürə biz olmuşuq, mehriban. Həyətimdə bax burada çardaq qurmuşdum. Hamı qonşular gələrdi bura axşamda lətif. Burada bizim çəpərimiz yadımız yox idi. Setka hamısı. Sonralıqca uşaqlar ailə qurandan sonra gedi-gəl çox olduğuna tutublar. Can demiş, canı həmişə mənə qardaş deyib. Qardaşımdır, onu belə deyib bu cürə. Allah can sağlığı versin, balalarını xoşbəxt eləsin. Kamilə də ki, ən yaxın neçə ildir. 50 neçə ildir mən buradayam, 70-ci ildə gəlin gəlmişəm bura. O çağdan da elə bunlarla, anası, özü, gözəl qonşu, bir də insana deməz belədir, elədir. Hamısına kömək edir, gəlin. Hətta pişiyinə, itə də aparır çörək tökür ki, ac olmasın. O cürə ürəqi, qəlbi var. İnsan o da nə eləməliyik? Bu cürə də vəziyyətlər bu cürəyə gedir. Allah can sağlığı versin. Qonşular arasında belə dedi, giriş-gəliş olmamasıdır. Gedi-gəl vardı. Qabaq kimi demək olmaz, gedi-gəl var. Dostlarımız var bizim, neçə ilin dostları. 50 ilin, 40 ilin, 30 ilin dostlarım var. Hamısına gedirəm, gəlirəm, yoxlayıram. Hamısına. Onlar da mənə çox istəyirlər, gəlirlər, yoxlayırlar. Balalarımı çox istəyirlər. Balalarım da olur, necə özüm mehribançılıq görkəzmişəm, uşaqlarıma da onları öyrədmişəm. Bax bu cürə, bu cürə. İndi atuz yoxdur, siz atuzun yerində gedin, o məclisin yola verin, toyuna gedin, hüzuruna gedin. Yəni valideyn də başa saladı evlatların şey eləməyə. Bu cürə olmuşuq. İndi də elə çıxır. Var, elə pisi də var, yaxşısı da. O ataların bir söhbəti var. Hə. Bu cürə. Yaxşı qonşu uzaq qohumdan yaxşıdır. Hə, yaxşı qonşu uzaq qohumdan yaxşıdır. Səsimi çıxsam, qaçır gəlir Lətif. Qaçır gəlir məsələn bu qonşu, o qonşu. Uzaq qohum heç bilmir nə oldu, olmadı. Yeri gələndə heç məlumatı da olmur ki, nə var, nə yoxdur. Bu cürə eləmişik. Amma indi necədir? Ha, indi dəyişiklik var. İndi dəyişiklik məsələn görsən ki, uşaqlar böyüdükcə bu telefon başlarını xarab eləyib. Telefon. Valla. Uşaq söz deyirsən, bu nədir o, nə deyirsən? O qədər fikri telefondadır ki, bilmir nə deyirsən, nə demirsən. Biraz ayılın, nə deyir, ayılın biraz bu telefonlarda. Düzdür, xeyri də var. Xeyri də olsa zərəli də var. Bu cürə gərək şey eləyəcəksən. Sağ olsun qonşular, hamısı bir-birimizə, məsələn, gedimiz var, gəlimiz var. İndi ölən yad var, uşaqları da qalıblar bu cürə. İndi tutaq ki, şəhərlə kənd arasında bu qonşuluqda fərq var? Var. Şəhərdə bir-birini tanımırlar. Amma rayonda var, nüş yoxdur. Ancaq şəhərdə yox. Məsələn, mən çox vaxt şəhərə gedirəm, qohumlar var şeylərdə. Heç o qapı bu qapını tanımır. Yaxındılar bir-birinə. Tanımır bu qapı o qapını. Ancaq bizdə yox. Bir də haray olacağını görsən ki, müsəlmanlıqda yığıllıqdır, küllük, köməkləşirik, əl-ələ veririk. Ağır xəstə var qonşumda. Gecə saat içində tıqqıllasa çıxır. Oğlum, özüm, skoru çağırırıq, mindiririk, aparırıq. Və bu cürə. Ağır vəziyyətdə yatır. Ondan sonra belənçik. Elə adam var, heç deyir, səsini çıxartmır ki, öydə yoxam. Nəyə lazımdır? İnsanoğlu da bir-birimizə hayan olmalıyıq, bir-birimizə səs verməliyik. Bu cürə. Heç olmasa əvvəlki belə deyək də, dünyasını dəyişən qonşular yazda sarısı salmır. Nə salmır, sallam. Valla burada biri vardı Zərintaç, mən bacım kimi idi Zərintaç. Arada yadıma düşür, elə lap kədərlərlə də. Ana bacısı kimi idik birimizlə. Çox adam var idi burada. Çox adam, məsələn, adını çəkmək şey eləmirəm. Hamısına qəlblə, ürəyimiz ağrıyır. Allah ölənlərə rəhmət, qalanlara can sağlığı versin. Qonşular təbii gecə-gündüz bir-birinin evində. Biri məsələn toya gedir, biri gəlir onun Bax, mən qaynatam. Bunun həmişə, elə bilsən, insanlar bir-birindən oğlum soyuyub. Mehribançılıq qalmayıb. Ya bu telefon elədi, cəmatın öyün yıxdı. Ya nə tərsi ki, dəyişilir. Dəyişiklik var. Baxırsan, Biz özümüz də uyğunlaşırıq. nədən məcburuq da, görürəm.
Bu kadar hoş gelmişsiniz. Allah canınızdan sağlık olsun. Bundan sonra danışacağız. Yani söhbətimizin yarısı qalıb. Biraz söyleseydik. Corablarını çıxardıb yuyub sərmişəm qazın qırağına. Özlərində biskan çay Allah verdiğinde oturun. İndi mama papa Şu böyle gələcək. var ya. Beləncə, olur, tədbirimiz də olur, hər şey olur. İndi insanlar bir dəfə şey olurlar. Çok değişik. Çok. Burada gəlmirəm, gəlir, o da gəlir mənə bir dəfə yoxlayar. Gedim mən də onun önündə biskan çay içirəm, o da gəlir mənim önündə biskan çay içirməlidir. Hörmətə bağlıdır, o ataların sözü olmasa. Bir-birimizə şey edirik. Biraz yerlən bıcıda. Dərinə, əl çəkmirdi səndən. Baxırsan, bilmirəm zamanədəndir, bilmirəm neydəndir. Təmənnasız. Vallahi təmənnasız, Allah haqqı. O böyük oğlum rəhmətə getdi, o görə xəstəxanada bütün görəndə, özü görəndə hörmətimizi edər bir-birimizlə. Yaxşı ailə, bu da Lətifin qardaşları, bacıları bir də görürdün, gəlirdilər. Anası, atası rəhmətlik. O qədər onları eləyib ki, vallahi üzünə deyib. Bakıda o qapı bu qapını tanımır. Tanımır. İmtihası mən halını tanıyır. Mən bütün qovma qrəbəyə gedib yoxlayanam, gəzənəm. O görə də harada görsələr, indi mən görsələr, deyəcək bu vaxtda gör gəldi. Gedib gəlib yoxlayasan da, nə olar, çatdım. Mən oğlum gedib oğlan, oğul əskər idi. Kiçik oğlum elçin, aparıb gedirdi, deyirdi qalmıram. O qədər otururduq, uşaq gətirir. Sadəcə bir də qoşu gəlmir ki, burada ölümsən, qalmışsan, itmişsən. Amma onda bir dəqiqə iş görə bilmirdik. Deyirdik, həyatda bir iş görür, mən payımı gətirirlər. Deyirəm, mən neyinlə yeni gələndə deyir, o iyi gəlir. İyi gəlir. Bu adi tənədim Allah. Yeni gələndə səsim çıxıb, qaçıb üstünə. Ne olur, sakitləşdirir, sakitlik edilir. Su səpilsə, su. Ot verilir, bu cürə. Yoldaşı da, özü də yaxın. Əlində kimsəndən bir damcı aparıb şeylər yox. Birimizdə küm indi yoxdur. Gedirsən, qoysan qazının üstünə yemək pişirir, ondan səbəb o da verilir. Aparıb baş işləyir, Amma balda falan birisiyə qonşular iyi gəlir ha. O bir şey olsa, ehtiyac yox, yox, onun üçün göndərməlidir. vallahi. O qonşu pay verməli. Ancaq burada qoruş. Yaxşı yox, salamat gəl. Toya gələk, Allah qoysun. Allah. Salamat gəlsin. Gəl. Salamat. Kim salamat gəl. Get, yaxşı yox. Salam dua apar, evdəkilərə də. Yaxşı. Sağ ol.